Salam əziz beşincilər. Sizə bugün 24-cü mövzunu izah eləyəcəm. Dərsi sonuna qədər izləyin. Çünki bu dərsin içində həm maraqlı videolar olacaq, həm maraqlı tapşırıqları bir yerdə eləyəcəyik, həm də təfərrüatlı və aydın izahla tanış olacaqsınız. Axıra qədər izləyin ki, məktəbdə də müəlliminizə yaxşı cavablar verə biləsiniz. Azərbaycan xalqının faşizmə qarşı mübarizəsindən danışacağıq. Faşizm, Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanı, Adolf Hitler, 41-45, Mehdi Hüseynzadə. Yəqin ki, ya məktəbdə, ya evdə böyükləriniz danışanda mütləq bu sözlərdən birinə rast gəlmisiniz. Görsən, buradakı anlayışların, sözlərin ümumi cəhəti nə ola bilər? Buradakı sözlər 2-ci Dünya müharibəsinə aiddir. Elə biz də bugün 2-ci Dünya müharibəsində Azərbaycanın rolu nədən ibarət idi sualına cavab tapacağıq. Görəsən, nə üçün 9 may faşizm üzərində qələbə günü Azərbaycanda da təntənə ilə qeyd olunur? Bizim babalarımız faşizm üzərində qələbədə hansı böyük rol oynayıblar? 1-ci Dünya müharibəsi 1914-1918-ci illəri əhatə edirdi. Və bu müharibədə Azərbaycan Çar Rusiyasının tərkibində olduğu üçün Azərbaycan xalqı Çar Rusiyası üçün vuruşurdu. İkinci Dünya müharibəsi illərində isə 1939-45 və bunun daxilində Böyük Vətən müharibəsindən danışacağıq 41-45. Azərbaycan xalqı Sovet Rusiyasının SSR-nin tərkibində vuruşub. Bir daha deyirəm, 1-ci Dünya müharibəsində biz Çar Rusiyasının, 2-ci Dünya müharibəsində isə Sovet Rusiyasının tərkibində olmuşuq. Mövzunun izahına keçək. Qərbi Avropa ölkələrində 1920-1930-cu illərdə faşizm adlı siyasi cərəyan yayıldı. Bu cərəyan irqçiliyi təbliğ edirdi. Almaniyada genişləndisə də, bu cərəyanın vətəni İtaliya hesab olunur. Hətta faşist sözünün mənası İtalyan dilində dəstə, birlik deməkdir. Faşistlər tezliklə İtaliyada, Almaniyada, İspaniyada hakimiyyəti ələ aldılar. Faşizm adlı siyasi cərəyan nədir? Bu cərəyan irqçiliyi təbliğ edir. Tutaq ki, almanlar düşünürlər ki, dünyanın ən ali irqi almanlardır. Bütün xalqlar almanlara kölə olmalıdırlar və digər xalqlara isə nifrət edirdilər. Hətta Alman faşistlərinin rəhbəri Adolf Hitler 2-ci Dünya müharibəsində 6 milyon yəhudi öldürmüşdü. O, digər xalqlara qarşı nifrəti ilə seçilirdi. Amma o dövrün qabaqcıl dövlətləri, yəni güclü dövlətləri faşizm cərəyanını, faşizm bəlasını doğru qiymətləndirə bilmədilər. Vaxtında faşizmə qarşı mübarizə apara bilmədilər. Və bu isə həmən dünya xalqlarına baha başa gəldi. 1939-cu il 1 sentyabrda Almaniyanın Polşaya hücumu ilə 2-ci Dünya müharibəsi başladı. Hələ tarixdə o vaxta qədər insan tələfatına və dağıntılara görə bu qədər böyük müharibə olmamışdı. Müharibə 6 il 1 gün davam edib. Yəni 39-un 1 sentyabrında başlayıb, 45-in 2 sentyabrında bitib. Müharibəyə Avropanın əksər dövlətləri, həmçinin Amerika, Yaponiya və Çin də qoşulmuşdu. Mən inanıram ki, siz 21-ci əsrin insanlarısınız və sizin üçün hansısa bir ölkənin yerini tapmaq, müəyyənləşdirmək internetdə çətin olmamalıdır. Yəni, ABŞ, Yaponiya, Çin, bilmirsinizsə də bunu internetdən özünüz baxıb öyrənməlisiniz. Yəni, hər şeyi müəllimdən gözləmək lazım deyil. Amerikanın yerini mən sizə göstərim. ABŞ. Bu, həmən Avropa. Həmən o qitədir. Yəni, Avropa qitəsinin əksər dövlətləri müharibəyə qoşulmuşdu. Sözündəki Avropa qitəsi bu hissədir. Yaponiya, Çin də bu müharibəyə qoşulmuşdu. Yeganə müharibədir ki, bu müharibədə atom bombasından istifadə olunub və çox şükür ki, ondan sonra bir daha istifadə olunmayıb. Və bu müharibədə 70 milyon insan həyatını itirib. Bu şəklə baxaq. Burada nələr yazılıb görəsən. SSR-nin bayrağını, yəni bayrağındakı rəmzi görürsünüz.
Və burada da müxtəlif xalqların nümayəndələri. Birlikdə qələbəyə. Belə bir şüar da var şəkildə. Aha, Azərbaycan həmin dövrdə SSR-nin tərkibində idi, yəni müharibə müddətində. Demək olar ki, bütün Qərbi Avropanı özünə tabe edən Almaniya 1941-ci ildə SSR-yə hücum etdi. SSR-nin tərkibində vuruşan xalqlar hamısı Almaniyaya qarşı müharibəyə cəlb olundular. Və bu müharibə 2-ci Dünya müharibəsinin daxilində Böyük Vətən müharibəsi adlanır. Bəzən soruşanda insanlardan ki, 2-ci Dünya müharibəsi nə vaxt olub? Onlar səhvən 41-45 deyirlər. Əslində 41-45 Böyük Vətən müharibəsidir. Elə o müharibənin daxilində. Demək, bu dövlətin tərkibində yaşadığımız üçün biz də faşizm bəlasına qarşı müharibəyə cəlb olunduq. Müharibənin ilk günlərindən minlərlə Azərbaycanlı könüllü sürətdə cəbhəyə yazıldı. 2-ci Dünya müharibəsində 700 minə yaxın Azərbaycan vətəndaşı iştirak edib, yarıdan çoxsu həlak olub və yaralanıb. Qafqaza hücum etməkdə faşist ordusunun əsas məqsədi Bakının nefti idi. Hitler Bakının neftinə xüsusi maraq göstərirdi. Səbəbini yəqin ki bilirsiniz. Hətta Bakı neftinə sahib olmaq üçün xüsusi bir plan da hazırlanmışdı. Lakin Sovet döyüşçülərinin qəhrəmanlığı bu planın həyata keçməsinə mane oldu. Müharibənin ilk dövrlərindən məlum oldu ki, ön cəbhədə döyüşən Azərbaycanlılar rus dilini bilmir. Bu böyük problem yaradırdı. Axı, komandirlər rus idi, əmrlər rus dilində verilirdi. Buna görə də sırf Azərbaycanlılardan ibarət milli diviziyalar təşkil olundu. Hansı ki, bu diviziyaların döyüş yolu Qafqazdan başlamışdı, ta Berlinə qədər getmişdi. Bu şəkildə Almaniyada məşhur Brandenburg qapılarını görürsünüz. Qələbə bayrağını sancanlardan həm də Azərbaycan diviziyasının nümayəndələri olub. Ki, burada kitabda şəkli də var. Ön cəbhədə müharibənin ilk dövrlərindən Azərbaycan oğulları qanlı döyüşlərə atıldı. Onlardan biri də İsrafil Məmmədov idi. Başçılıq etdiyi dəstə Alman faşistlərinin ardıcıl hücumlarının qarşısını ala bilmişdi. İsrafil özü onlarla Alman əskər və zabitini məhv etmişdi. O qorxmazlığı və igidliyi ilə əskərlərinə nümunə idi. Sovet İttifaqı qəhrəmanı adını alan ilk Azərbaycanlı da İsrafil Məmmədov idi. Qəhrəman döyüşçülərimizdən biri də Gəray Əsədov idi. Döyüşlərin birində Alman pulemyotçusu hündür bir yerdə mövqe tutmuşdu. O, Sovet döyüşçülərinə baş qaldırmağa imkan vermirdi. Döyüşçü yoldaşlarının həlak olmasını istəməyən Gəray sürünərək gizlicə pulemyotçuya yaxınlaşdı. Gəray qəflətən onun üzərinə atıldı. Sinəsi gülləyə tuş gəlsə də pulemyotçunu sustura bildi. Hücuma keçən Sovet döyüşçüləri yüksəkliyi ələ keçirdilər. İgid döyüşçümüzə ölümündən sonra Sovet İttifaqı qəhrəmanı adı verildi. Ümumiyyətlə, milli qəhrəman adını almaq çox çətin bir şeydir. Təsəvvür edin, bu insanlar SSR-i, yəni bütün Sovet respublikalarının qəhrəmanı adına layiq görülüblər. O vaxtda Sovet İttifaqı qəhrəmanı adına layiq görülmək çox çətin idi. Hətta digər xalqların nümayəndələri Azərbaycanlara paxıllıq edirdilər. Amma Azərbaycandan Həzə Aslanov 2 dəfə Sovet İttifaqı qəhrəmanı adına layiq görülmüş tank qoşunlarının generalı idi. O, müharibənin ilk günlərindən döyüşə qatılmışdı. Müharibə zamanı Alman tankçılarının döyüş üsullarını öyrənmişdi. Alman tankları, gəlin tankların müqayisəsinə baxaq. Alman tankları keyfiyyətinə görə Sovet tanklarından üstün idi. Zirehləri qalın, atış məsafəsi Sovet tanklarından daha uzun idi. Uzaq məsafədən Sovet tanklarını sıradan çıxarda bilirdilər. Sovet tanklarının isə bir əsas üstünlüyü var idi. Onlar Alman tanklarına nisbətən yüngül və sürətli idi. Bunları nəzərə alan Həzə Aslanov düşmənə qarşı xüsusi taktika işlətmişdi. Aslanovun adını alan bu taktika düşməni belə deyək də cinahlardan zərbə indirirdilər və düşməni irəliyə gətirirdilər. General sürətlə manevrlər eləyib düşmənə cinahlardan zərbə indirirdi.
Qəhrəman generalımız 1945-ci ilin yanvarında həlak olmuşdu. Onun ölümü isə müəmmalı olaraq qalır. Hərbi əməliyyatlar başlamamış, qəflətən atılan mərmi nəticəsində Həzi Aslanov həyatını itirmişdi. Xalqımız öz igid oğlunun xatirəsini əziz tutur. Onun Bakıda və Lənkəranda abidələri var, adına küçə var, park var, mədəniyyət evi var, hətta metro var. Həzi Aslanov bir gün 8 yaşlı oğlu Tofiqdən məktub alır. Uşaq atasından faşistlərlə necə döyüşdüyünü soruşurdu. Həzi Aslanov oğluna cavab yazır. Əziz Tofiq, mən sənin əmrini yerinə yetirirəm. Biz hücuma keçdik və öz tankımla 200 faşisti məhv etdim. Bu sizin xoşbəxtliyiniz üçündür. Xalqımızın xoşbəxtliyi üçün bu lazımdır. İki qadından danışacağıq bugün həm də. Siz bunları biraz oxuyun. Züleyxa pilot kimi peşəkarlaşmaq üçün Hərbi Hava Akademiyasına müraciət eləyir. Ancaq kişiləri qəbul edən akademiya isə ona rədd cavabı verir. İnadkar Züleyxa ruhdan düşmür. Mərkəzi komitəyə müraciət edir. Moskvaya məktub göndərir. Beləcə o akademiyaya qəbul olunan ilk şturman qız olur. Təhsilini uğurla başa vurur. Diplomunu alır. Züleyxa küçə ilə gedərkən radiodan yayılan səs onun diqqətini çəkir. Müharibə başlamışdı. Seyid Məmmədova 500-dən çox döyüşdə iştirak edir. 125 döyüş aparır. 38 Alman təyyarəsini vurur. Baxın, o Azərbaycanın fəxri olan qadın pilotlardan biri idi. Aliyə Rüstəmbəyovadan danışaq. Müharibənin ilk günlərindən könüllü şəkildə orduya yazılan Aliyə cəbhəyə yollanmışdı. O, tip sanitar batalyonunda xidmət etmişdi. Aliyə 1941-ci ildə yaralı əskərləri döyüş zonasından çıxararkən əsir düşür. 1942-ci ildə isə partizan dəstəsinin köməyi ilə əsirlikdən qaçır. Heydər Əliyev Aliyə Rüstəmbəyova haqqında bu sözləri demişdi. Mən Smolensk vilayətində partizan dəstələrinin birində döyüşən şərəfli Azərbaycanlı qızı, hərbi həkim Aliyə Rüstəmbəyovanın igidliyini yüksək dərəcədə qiymətləndirirəm. İndi partizanlardan danışaq. Partizanlar kimdir? Partizan fransız sözüdür. Düşmən arxasında müstəqil hərəkət edən silahlı xalq dəstələrinin iştirakçılarına partizan deyirdilər. Partizan fransız sözüdür uşaqlar. Partizanlar, biraz səsimə görə uşaqlar üzrlə hesab eləyin. Xəstə olduğum üçün səsim biraz qəribə çıxır. Faşistlər işğal etdikləri ərazilərdə də özlərini təhlükəsiz hiss edə bilmirdilər. Yerli əhali silaha sarılıb partizan dəstələri yaradırdı. Əsirlikdən qaça bilən Sovet əsgərləri də bu dəstələrə qoşulub mübarizəni davam elətdirirdilər. Azərbaycan oğulları Avropanın müxtəlif ölkələrində partizan hərəkatına qoşulmuş, igidlikləri ilə ad-san qazanmışdılar. Onlardan biri Əhmədiyyə Cəbrayılovdur. Yaralanaraq uğursuz vəziyyətdə almanlara əsir düşən Əhmədiyyə qaçıb Fransa partizanlarına qoşulur. Qısa müddətdə alman, fransız dillərini öyrənir. O ən çətin tapşırıqların öhdəsindən gəlir. Fransız döyüşçüləri bu qorxmaz və cəsur Azərbaycanlını çox sevirdilər. Əhmədiyyə Fransada Armed Michel, Xarqo ləqəbləri ilə tanınmışdı. Bu hissəni araşdırın. Görək niyə elə ad veriblər ona. Araşdıranlar rəylərdə yazar. Fransa dövləti onun xidmətlərini yüksək qiymətləndirmişdi. Əhmədiyyə Cəbrayılov müxtəlif orden və medallarla təltif olunmuşdu. Hətta Fransanın hərbi paradı zamanı Əhmədiyyə Cəbrayılov Fransa generalının öndə addımlayıb. Bu Fransanın ən böyük hərbi mükafatı idi. Demək, Fransanın milli qəhrəmanı olan Azərbaycanlı partizan kimdir? Əhmədiyyə Cəbrayılov. Cəsur partizanlardan biri də Mixailo idi. Bu onun ləqəbi idi, özü isə Mehdi Hüseynzadə. Hələ müharibədən əvvəl alman dilini öyrənən Mehdi həm gözəl rəssam idi. O da yaralı və hursuz vəziyyətdə almanlara əsir düşmüşdü. Əsirlikdən qaçıb
Yugoslaviya partizanlarına qoşulmuşdu. Alman dilində sərbəst danışması ona bir çox üstünlüklər verirdi. Yugoslaviyanın yerini xəritədə axtarın. Görə belə bir dövlət var, Yugoslaviya. Yoxsa yerində başqa dövlətlər yaranıb. Bunu da rəylərdə yazarsınız. Hətta Yugoslaviya dəniz sahilində yerləşən bir dövlət idi. Ona görə də ona həsr olunmuş kinonun adı belə qalmışdı. Uzaq sahillərdə. Yugoslaviyanı da araşdırmağı tapşırıram sizə. Mehdi Hüseynzadə əsl kəşfiyyatçı idi. Faşist zabitlərinin cəmləşdiyi kinoteatr və restoranlar Mixailonun əsas hədəflərindən biri idi. O, qorxmadan, sərbəst şəkildə Alman faşistlərinin içinə sızır, gizlicə məkana partlayıcı qurğular yerləşdirirdi. Ümumiyyətlə, kəşfiyyatçının işi budur da, uşaqlar. Almanlara silah-sursat daşıyan dəmir yollarında, körpülərdə düşmənə böyük ziyan verən müxtəlif təxribatlar törədirdi. Ciddi itkilər verən faşistlər Mixailonun başına böyük məbləğdə pul ayırmışdılar. Yəni, onu tutana mükafat veriləcəkdi. Amma o qədər sərrast idi, o qədər onun müxtəlif qabiliyyətləri var idi ki, Almanlar onu tapa bilmirdilər. İndi sizə maraqlı video göstərəcəm bundan bağlı. Bir gün növbəti kəşfiyyat tapşırığını yerinə yetirib geri dönən Mehdi mühasirəyə düşür. Qeyri-bərabər döyüşdə son gülləsinə qədər vuruşur və qəhrəmancasına həlak olur. Ölümündən sonra igid partizana Sovet İttifaqı qəhrəmanı adı verilir. Mehdi Hüseynzadənin qəhrəmanlığından bəhs edən Uzaq sahillərdə filmi çəkilib. Haqqında kitablar yazılıb. Hazırda adını daşıyan məktəb var, küçə var. Gəlin elə o filmdən bir hissəyə birlikdə baxaq. Əlamətlərindən belə görünür ki, Mixailo özüdür. Meyxana sahibi də bunu təsdiq edə bilər. Mixailo, əlamətlər. Bu əlamətlərə görə 3 Mixailo asmışıq, ikisini də güllələmişik. Qocanı çağırın. Salam, Mixailo. Gerek ki sen deyirdin bunu tanıyırsan. Oo, görürəm ki, müharibə bu uca dağlara belə gəlib çatıbdır. Bağışlayın, müsyo, bəzilər deyirdi ki... Kes sesini! Sözüm yoxdur, müsyo. Ey koca! Bunu tanıyırsan, adı nedir? Yox, bilmirəm. Səhv eləmişəm. Yine de köpeği değil. Müsyo, Yeşildeki nedir? rəng fırça palisla. Demeyi ressamsan. Bəli, rəssamam. Adın? Auguste. Familien Renoir, öyle mi? Yox, müsyo. Auguste Kraus. Renoir isə məşhur Fransız impresyonistidir. Ha, bunu da bilirsen. Müsyo. Çok acayip. Demeyi Auguste... Kraus. Auguste Kraus. Kraus. Benim portretimi çekersen, Ah, müsyo. şekil hoşuma gelmese, gülleneceksen, İşdir xoşunuza gəlsə, müsyo. bu ressamlar niye hayasız olur Kraus? Kasıb adamam, müsyo. Belə portret yaratmaq asan deyil. Müharibə hamını bir təhər eləyir. Pardon? Maraklanan kimdir? Heç kəs portretlə maraqlanmır. Le pas de lezel, müsyo. Le pas de lezel? O. Paris. Paris. Tu es parisien Kraus? Oui, müsyo. Mən Parisdə anadan olmuşam, Saint-Germain'də. Atam Almandır, müsyo. Anam Fransız. Hər ikisi rəhmətə gedir, müsyo. Tupas, müsyo. Müsyo, portretiniz hazırdır.
Doğrusu gözlemezdim. Bence pis çıkmayıb, monsieur. Ancaq bilmirəm portretinizdə ləyaqət, hakimiyyət, aristokratlıq və qəddarlıq verə bilmişəm. Ha? Gaddarlığımı nədə görürsən? Xəsislikdə. Çəkdiyi portretin pulunu vermək istəmirsiniz, monsieur? Dələduz. Yaxşı Kraus. Rəssam olmağına rəssamsan. Ancaq Mikhail olmadığını yəqin bilmirəm. Monsieur. Siz necə bilirsiniz, cənab Karanti? Məncə sizi nahaq çağırmamışam. Nə olub ki? Tanımadınız? Əcəb oxşuyur. Sən lap özünüzsünüz. Elə bir canlıdır. Bunu kim çəkib? Mikhailo. Bu nə zarafatdır, cənab Şulz. Siz ki, Mikhailonun meydini özünüz gördünüz. Cənab Bayor, General Gulbach sizi rasyada çağırır. Mayor Schultz eşdir. Mayor Schultz eşdir. Deməli, vurduğum bıçaqdan ölməmsiniz. Bu dəfə ölümdən qurtarmayacaqsınız. İndi mənim əlimdəsiniz. Yox, siz mənim əlimdəsiz, Karanti. Siz məni bir dəfə faşistlərə satıb əvəzində çoxlu pul almışsınız. Çox məzəli işdir. Qarşınızdakının Mikhail olduğunu danmağa məcbursunuz. Deyərəm ki, başqa bir qorxunç partizansız. Fərqi nə? Onsuz da asılacaqsınız. Mikhail olduğumu bildirib bu adla ölərəm. Nə olsun, axırı ki, ölümdür. Yox, fərqi çoxdur. Əvvəla mən öz yadla, yox, öz adımla ölərəm. İkincisi, faşistlər Mikhail olduğumu öyrənib onları aldatdığınızı bilərlər. Bu sizə ucuz oturmaz. Yaman tələ qurmusunuz. Qulaq asın Mikhailo. İkimiz də kəşfiyyatçıyıq. Bizə nə dəxli? Kim kimin qanını axıdır? Arkamca, biz təsirli şəhərə qayıtmalıyıq. Sizi ələ vermərəm. Bir yerdə gedəcəyik, cənab Karanti. Qorxuram ki, Mikhailo sağ ola. Monsieur, Portre üçün təşəkkür, Monsieur Kraus. monsieur, mənim pulumu vermədik. Bu əbləhi bırakın, o doğrudan da rəssamdır. Monsieur. Monsieur. Portre üçün təşəkkür, Monsieur Kraus. Monsieur, mənim pulumu vermədik. Uşaqlar, gördünüz bu hissədə axır o, həmin o Alman generalını inandıra bildi ki, o Mikhailo deyil. Yəni kəşfiyyatçı idi, müxtəlif dilləri bilirdi, eyni zamanda çox gözəl şəkillər çəkə bilirdi. Ön cəbhədən danışdıq. İndi isə keçək arxa cəbhəyə. Döyüşçülərimiz ön cəbhədə qəhrəmancasına vuruşarkən bütün Azərbaycan əhalisi cəbhə üçün çalışırdı. Arxa cəbhədə çalışanların əziyyətini qiymətləndirməmək olmaz. Ölkəmizdə müxtəlif növ silah-sursat istehsal olunurdu. Bakı nefti Alman faşizmi üzərində qələbədə böyük rol oynamışdı. Təsəvvür edə bilirsiniz, Bakıda müharibə müddətində 75 milyon tondan çox neft istehsal olunmuşdu. Tank, təyyarə, müxtəlif texnikalar yanacaq olmadan hərəkət edə bilərdi? Əlbəttə ki, yox. Yəni faşizm üzərində qələbədə Azərbaycanın nefti və neftçilərin böyük zəhməti dayanırdı. Kimyaçı alimimiz Yusif Məmmədəliyevin rəhbərliyi ilə yüksək keyfiyyətli təyyarə benzini də əldə edildi. Bu Sovet təyyarələrinin sürətini daha da artırdı. Havada üstünlük Sovet təyyarəçilərinin tərəfinə keçdi. Təbii sərvətləri və ön cəbhədə fəal iştirakı ilə xalqımız faşizm üzərində qələbəyə böyük töhfələr verdi. Yəni Almanlar üzərində qələbəyə. Gəlin, öyrəndiklərimizi yoxlayaq. İkinci Dünya müharibəsi neçənci illəri əhatə elədi? 1939-1945. Sovet İttifaqı qəhrəmanı adı alan ilk Azərbaycanlı kim oldu? İsrafil Məmmədov. SSR-nin İkinci Dünya müharibəsinə qoşulduğu il, yəni 1941. Burada neçə 10 illik var? Uşaqlar 40 varsa 4 dənə 10 illik var. İlk Azərbaycanlı təyyarəçi qız kim idi? Şəklinə də baxaq, daha yaxşı yadınızda qalsın. Züleyxa Seyid Məmmədova. Bəs Azərbaycanlı qadın hərbi həkim kim idi? Aliyə
Rüstəmbəyova. Qafqaza hücum etməkdə faşist ordusunun məqsədi nə idi? Təbii ki, neft. Uzaq sahillərdə filmi kimə həsr olunub? Baxaq, indi kinosuna da baxdınız. Mehdi Hüseynzadə. Ləqəbi isə Mixaylo. İkinci Dünya müharibəsinə töhvəsini vermiş kimyaçı alimimiz kim idi? Elə bayaqda göstərdiyim kimi Yusif Məmmədəliyev. O, yüksək oktanlı təyyarə benzinini kəşf etmişdi. 2 dəfə Sovet İttifaqı qəhrəmanı adı alan Azərbaycanlı kim idi? Həzi Aslanov. İkinci Dünya müharibəsinin başladığı ildə neçə 10 illik var? 1939-dursa uşaqlar 10-10 hesablanır da, elə bil ki, hardasa 4-10 illik. Mixaylo bayaq dedi, Mehdi Hüseynzadə. Faşizmin vətəni yarandığı yer əslində İtaliya idi. Armed Mişe, Fransada vuruşan Azərbaycanlı Əhmədiyyə Cəbrayılov. 1920-1930-cu illər neçənci əsrə düşür? 1900-ü keçibsə 20-ci əsr. Sinəsi ilə Alman pulemyotçusunu susturan Azərbaycanlı Gəray Əsadov. İkinci Dünya müharibəsinin Azərbaycan xalqı üçün nəticələri nə oldu? Qafqaz ələ keçirilmədi. Azərbaycan xalqı faşizm üzərində qələbədə böyük rol oynadı. Aslanov nalı adlanan taktika nə üçün idi? Belə deyək, sürəti güclü, amma texnika cəhətdən Alman tanklarından geri qalan Sovet tanklarının qələbə qazanması üçün Həzi Aslanovun bir taktikası idi. Həzi Aslanov nə vaxt həlak olmuşdu? 1945. Neçənci minilliyə düşür? 2-ci minilliyə düşür, 20-ci əsrə düşür. Bu da qrup işləridir, cütlərlə işlərdir. Bu müəllimlərə lazımdır daha çox. Nə üçün faşistlər Bakıya can atırdılar? Yenə eyni sual. Nefti ələ keçirmək üçün, düşmənin dilini öyrənməyin hansı üstünlükləri var? Elə bizim 2-ci Qarabağ müharibəsində, Vətən müharibəsində Camal İsmailov adlı bir şəhidimiz var. O erməni dilini ermənilərdən də yaxşı bilirdi. Hətta ermənilərin rabitə əlaqəsinə qoşulub ermənilərə erməni dilində əmr vermişdi. Üstünlüyün bizə tərəf keçməyinə köməyi olmuşdu. Burada da baxın, Mehdi Hüseynzadə Alman dilini bilirdi deyə nə qədər üstünlük əldə elədi düşmənə qarşı. Müharibədə qələbə qazanmaq üçün nələr vacibdir? Ön cəbhədə insanların fədakarla vuruşması, arxa cəbhədə insanların fədakarla vuruşması, yəni əgər Bakı neftçiləri olmasaydı, o nefti çıxartmaq üçün gecə-gündüz çalışmasaydı, Sovet tankları, Sovet təyyarələri işləyə bilərdi? Yox. İkinci Dünya müharibəsində rolumuz yenə də elə səhərdən danışdığımız məsələlərdir. Faşizm üzərində qələbədə necə böyük rol oynadığımızdan danışılır burada. Bunlar da dərs vaxtı müəllimlərə lazım olan hissələrdir. Ev tapşırığı kimi atom bombası və Yaponiyanı araşdırın. İkinci Dünya müharibəsində avqust ayında Yaponiyaya atom bombaları atılır. Onu YouTube-da mütləq izləyin videoları. Həzi Aslanov haqqında bir araşdırma eləyin və yaxud da afişa hazırlayın. Ümid eləyirəm ki, dərsin izahı sizin üçün rahat oldu. Əgər dərs sizə faydalı oldusa, mütləq rəylərdə yazın ki, mən bu dərsdən çox şey öyrəndim. Növbəti dərslərdə görüşərik.